Deməli, buradakı mətnin davamı. Hansı yanlışdır? Birinci, insanların yəni peçat deyil, bu stamp sözü, yəni kolleksiyalar, cırcırlı yapışqanlı kolleksiyalar olur. Həmin o stampları toplamaqda maraqları çox azdır, səhvdir. Mətndə deyir ki, əksinə bu hissədə deyir ki, əksinə çoxdur, bir yanlışdır. İkinci, müasir texnologiyalar insanlar aktiv edir, səhvdir, aktiv etmir, əksinə passiv edir. Yanlış cavab olur 1-2. 13-ə baxıram. Choose the correct variant. Düzgün variantı seçin. Sənin ad günün nə vaxtdır? When is your birthday? B variantında izi cümlənin axırında verib səhvdir. C variantında when is birthday your? Your ümumiyyətlə cümlənin axırından gəlmir. Özündən sonra mütləq isim gəlməlidir. Gördüyünüz kimi yourdan sonra birthday isim gəlib. C bəndə səhvdir. When birthday your is, belə bir cümlə yox, bu cümlə quruluşu yoxdur ümumiyyətlə. When birthday is your. Dediyim kimi yourdan sonra həmişə isim gəlməlidir. Bu da cümlənin axırında gələ bilməz. Düzgün cavab A variantı. My friends are great. Mənim dostlarım əladır. Kim? Xətt çəkilmiş notdan cavab verir. Mənim dostlarım. Kim? Yəni onlar. D variantı. Kate mənim ən yaxın dostumdur. Kate qadın cinsidir, she'dir. She'dən də indiki zamanda is olur. Kate is my best friend. Aha. Deməli, bu cümlələrə fikir verək. Əgər bir cümlədə but varsa, yəni amma, ancaq, lakin varsa, bu zaman cümlənin bir tərəfi həmişə təsdiq olur, digər tərəfi inkar olur və yaxud da ki, bu hissə inkardırsa, bu hissə mütləq təsdiqdə olmalıdır. Mən ingiliscə danışa bilirəm, amma mənim bacım bacarmır. Və yaxud da ki, mən ingiliscə danışa bilmirəm, amma mənim bacım bacarır. Bir variant seçməliyik və cannot. Mən ingiliscə danışa bilirəm, amma mənim bacım bacarmır. Yəni ingiliscə danışmağı bacarmır. Olur D bəndi. 17. Nephew sözü bacı və yaxud da ki, qardaşın oğludur. My nephew is a good doctor. Mənim bacım oğlu yaxşı həkimdir. Nephew sözünün oğlan olduğunu bilməyimiz hardan bilirik? Nephew sözü bacı və ya qardaşın oğludur. Niece isə bacı və ya qardaşın qızıdır. Oğlan olduğu üçün biz bu tərəfdə he düşünməliyik. He is 35 years old. Mənim bacım oğlu yaxşı həkimdir. O 35 yaşındadır. 18. Uşaqlar həyətdə futbol oynayırlar. Uşaqlar kim onlar? Yəni uşaqlar sözünü they kimi düşünürük. They'dən is olmaz, am olmaz, is not olmaz. Are play ya da are playing. Are play deyə bir zaman yoxdur. Bu test ya belə olmalıydı. Uşaqlar oynayırlar futbol həyətdə. The children play football in the yard. Ya play olmalıydı sadəcə. Are playing isə indiki davam edici zamandır. Uşaqlar hal-hazırda, yəni həyətdə futbol oynayırlar. Deməli, are play deyə bir zaman yoxdur. Eləcə play olsaydı arsız. Bu olacaqdı indiki adi zaman. Are playing olduğu üçün olur indiki davam edici zaman. Növbəti testə baxıram. Növbəti testi deyir ki, düzgün variantı seçin. 5 books, 5 kitablar düzgündür. 1 students, səhvdir. 1 tələbələr yox, tələbə olmalıydı. C variantı, nədir? Üçüncü test. 3 cat, 3 pişik yox, pişiklər olmalıydı. 2 table, table yox, tables olmalıydı. 6 lessons, düzdür. 10 balls, düzdür. 1, 5, 6 A variantı. Test 20. Tom is my uncle. Tom mənim əmimdir. I am, mən onun sevimli qardaşı oğluyam. Mən kimin? Tomun. Tom kimdir? Kişi cinsində onun. I am his favorite nephew. D variantı. 21. Fevralda var 28 gün. B variantı 30. C variantı 31. Y variantı 32. D variantı 26. 28 A variantı. 22. Düzgün variantı seçək. To take homework yox. To do homework olar. Ev tapşırığı etmək. To take a photo, şəkil çəkmək. 2. To talk, danışmaq, söhbət etmək. Telefonda, on the phone. To do homework. 1B, 2C, 3A. C variantı. 23. Fillər üzə bilir, amma meymunlar üzə bilmir. Dediyim kimi, burada amma, ancaq varsa, bir tərəf təsdiq, bir tərəf inkar olmalıdır. Bu tərəf təsdiqdirsə, bura inkar olmalıdır. Bura inkardırsa, bura təsdiq olmalıdır. Bircə dənə variant var. Elephants can swim, but monkeys cannot. Uşaqlar deyə bilər, ay müəllim, niyə C olmur? Məsəl üçün, niyə D olmur? Buranın da bir tərəfi təsdiq, bir tərəf inkardır. Ona görə ki, kəndən sonra heç vaxt to gələ bilməz.
can modal feili özündən sonra to tələb eləmir. Ona görə cavab olur A variantı. 24. What are you wearing? Sən nə geyinirsən? I am wearing a. Mən geyinirəm. Bir dənə sandals olmaz. Çünki sandal pasanoşka, yay pasanoşkalarıdır və cəmdədir. Edən cəm olmaz. Çünki E1 deməkdir. T-shirt, qısaqol kofta olar. Shorts, bir dənədən shorts olmaz. Çünki bir dənə tək bir şey olmalıdır. Cap, kepka, swimsuit, kupalnik. 2, 4, 5. Cəbəndi. Düzgün antonim cütlərini seçək. Early, erkən, late, gec. Düz. Nice, yaxşı, gözəl, beautiful, gözəl, sinonim sayılır. Big, böyük, small, balaca, düz. Long, uzun, short, qısa, düz. High, yüksək, tall, hündür. Bunlar da sinonim sayılır, yox. 1, 3, 4. 20-ci mətnin şəkillərə baxırıq və özümüzdən bir mətin qururuq. Kimin ürəyi necə istəyir, o şəkildə mətin qura bilər. Bilmədiyimiz sözləri Google Translate-dən axtarıb da mətin qura bilərik. Mən misal üçün, uşaqlar üçün belə bir şey yazmışam. Hello, my name is Tom. Salam, mənim adım Tomdur. I work in a clinic. I am a doctor. Mən klinikada işləyirəm və həkiməm. I am a good doctor. I am a vet. Mən yaxşı həkiməm və mən baytaram. I treat animals. Mən heyvanlara treat sözü həm davranmaqda, həm müalicə etməkdə. Heyvanları müalicə edirəm. I like to save animals and make them feel comfortable. Mən xoşlayıram heyvanları xilas etməyi və onları rahat hiss elətdirməyi xoşlayıram. Kimin ürəyi necə istəyir, burada mətin qura bilər, o sözləri yaza bilər, amma ən azından 35 söz olmalıdır. Birinci testimizin izahı bu qədər. Hər dəfə test izahları eləyib qrupa atacağım.